Salam. Maliyyə 101 dərsinin 3-cü mühazirəsinə baxırsınız. Bu mühazirədə biz banklar və maliyyə şirkətləri haqqında danışacağıq. Müxtəlif maliyyə şirkətləri, maliyyə sahələri var. Məsələn, banklar, sığorta, investisiya, var-dövlət və ya sərvətin idarə olunması. Banklar bu sahələrin demək olar ki, hamısında fəaliyyət göstərirlər. Amma bundan başqa müxtəlif sahələr üzrə ixtisaslaşmış şirkətlər də olur ki, biz bu mühazirədə həmin şirkətlər haqqında danışacağıq. Başlayaq bankçılıqdan və bankçılığın tarixindən. Biz birinci mühazirədə bu haqqında danışmışdıq. Banklar belə yaranıb ki, müxtəlif belə deyək, zərgərlər insanlardan qızıl alırdılar və bunun əvəzində də kağız parçaları verirdilər ki, həqiqətən də filan şəxsin məndə bu qədər qızılı var və sonradan həmin kağız parçaları da pul kimi istifadə olunmağa başladı. Bir yerdən sonra zərgərlər görməyə başladılar ki, kağız parçaları heç də onların sahib olduğu qızıla uyğun yazıla bilməz. Yəni qızıllarından daha çox kağız parçaları verməyə başladılar və bəzən də bu kağız parçalarına görə onlar pul qazanırdılar. Bankçılığın tarixi belədir. Bu günümüzdə də əsas bankçılıq sahəsi məhz insanlardan belə deyək, pul götürmək, depozit götürmək və bunun əvəzində şəxslərə depozit faizi vermək və yaxud da ehtiyacı olanlara kredit verməkdən ibarətdir. Və bankçılıqda gəlir məhz bu kredit faizi ilə depozit faizinin arasındakı faiz fərqidir ki, buna spread income deyilir. Banklar bundan başqa investisiya bankçılığı ilə də məşğul ola bilərlər və burada əsas gəlir korporativ bankçılıqdan və kapital bazarlarındakı əməliyyatlardan olur. Gəlin bunların hər biri haqqında ayrı-ayrı danışaq. Korporativ bankçılıq başa düşmək üçün bunu bilmək lazımdır ki, ayrı-ayrı şəxslərin, fiziki şəxslərin bank fəaliyyətlərinə ehtiyacı olduğu kimi, müxtəlif korporasiyaların, müxtəlif şirkətlərin, hüquqi şəxslərin də bank fəaliyyətlərinə ehtiyacı olur. Məsələn, bir şirkətin əlində xərclərindən daha çox pul qalırsa, gedib həmin o pulu banka depozit qoya bilər və depozitin əvəzində faiz götürə bilər. Bundan başqa tərs nəticə də baş verə bilər. Şirkətin ehtiyacı olduğu qədər pulu yoxdur və gedib bankdan kredit götürür. Korporativ bankçılıq məhz bu sahələri əhatə edir. Bundan başqa korporativ bankçılıq müxtəlif xarici valyuta əməliyyatlarında da şirkətlərə kömək ola bilər. Məsələn, təsəvvür edin ki, sizin bir şirkətiniz var və bu şirkət il ərzində 10 milyon avro satış gözləyirsiniz. Tutaq ki, Avropaya mal ixrac edirsiniz və 10 milyon dollarlıq bir satış gözləyirsiniz. Amma istəmirsiniz ki, avronun xarici valyuta riskini daşıyasınız. Çünki qorxursunuz ki, birdən Avropada nəsə ola bilər və avro dəyər itirə bilər. Onda siz gedirsiniz banka və bank sizə xüsusi bir trade təklif eləyə bilər ki, bir ildən sonra da siz avronu indiki məzənliyə oxşar məzənliyə ilə ala biləsiniz. Bax, bu korporativ bankçılığın hüquqi şəxslərə, yəni şirkətlərə təklif elədiyi fəaliyyətlərdən biridir. Burada bank nə qədər pul qazanır, həmin o 10 milyon avronun müəyyən bir hissəsini özünə faiz olaraq götürür. Bundan başqa kapital bazarlar, yəni capital markets investisiya bankçılığına daxildir. Burada artıq adətən məbləğlər daha böyük olur və bank həmin riski özü götürmək istəmir və gedib belə deyək, başqa şirkətlər tapır ki, ya sizin borcunuzu alsın, ya sizin xarici valyuta riskinizi götürsün. Məsələn, bir şirkət 100 milyon avro və yaxud da 100 milyon manat, 100 milyon dollar borclanmaq istəyə bilər və bu zaman bank gedib investisiya şirkətləri tapır, hansılar ki, bu borcu almaq istəyir. Bunun əvəzində də borclanan şirkətdən faiz rüsum olaraq götürülür. Bunlar investisiya bankçılığının sahələridir. Bundan başqa sərvətin idarə olunması, wealth management maliyyənin əsas sahələrindən biridir. Burada söhbət gedir, adətən inkişaf etmiş ölkələrdə bu xidmət təklif olunur. Kifayət qədər zəngin insanlar var və onlara bank fəaliyyətləri artıq müxtəlif bank filiallarında deyil, xüsusi bankçılıq növü ilə təklif olunur. Bundan əlavə onlara vergi planlamasında, maliyyə planlamasında, maliyyə portfelinin qurulmasında kömək olunur və əvəzində də yenə
məbləğ nə qədər böyüyürsə, bir o qədər də çox onlardan faiz tutulur. Məsələn, ola bilər ki, müəyyən maliyyə portfelinin bir hissəsi nəqd olsun, bir hissəsi sabit gəlir instrumentlərində, fixed income securities və bir hissəsi də səhmlərdə, yəni equities. Bundan başqa maliyyə portfelində daşınmaz əmlak da rol alır ki, bütün bu investora uyğun olaraq bu portfelin qurulması sərvət idarə edən şirkətlərin belə deyək sahəsidir, onların ixtisaslaşdığı sahədir. Bundan başqa asset management var, yəni aktivlərin idarə olunması. Burada biz verdiyimiz nümunədə JP Morgan Amerikanın ən böyük bankıdır və onların da aktivləri idarə edən bir bank fəaliyyəti var. Aktivlərin idarə olunmasında adətən bu şirkətlər müxtəlif fondlar yaradırlar və bu fondların hissələri investorlara satılır. Bizim burada vermiş olduğumuz nümunədə Large Cap Growth Fund, bu fondun adı belədir. Large Cap yəni ki, bazar kapitalizasiyası böyükdür, söhbət milyardlarla dollardan gedir. Growth isə yəni böyümə deməkdir. Bu o deməkdir ki, şirkətlər oturmuş şirkətlər deyil, hələ ki böyümə fazasında olan şirkətlərdir. Və bu fond həmin şirkətlərə investisiya edir və investisiya məbləği də investorlardan yığılmış pul vasitəsilə təmin olunur. Və bu investorlar da belə hesab edirlər ki, böyük bazar dəyəri olan böyüyən şirkətlər yaxşı nəticə göstərəcək. Ona görə də bu fondun səhmlərini, bu fondun hissələrini alırlar. Biz aktivlərin idarə olunmasından danışırıqsa, benchmark anlayışı ilə tanış olmalıyıq. Burada biz bir nümunə ilə bunu izah edeyim. Burada qrafda görürsünüz ki, tech leaders yazılıb, yəni ki, informasiya texnologiyaları şirkətləri, onların səhmlərinin göstəricisi var, kifayət qədər yaxşıdır və müqayisə olaraq da S&P 500, yəni Amerikanın ən böyük 500 şirkətinin ortalama belə deyək göstəriciləri verilib və bu göstəricilərin müqayisəsində görürsünüz ki, son illər ərzində, əsasən də 2010-cu ildən sonra bu fərq böyüyə-böyüyə gedir. Yəni informasiya texnologiya şirkətlərinin səhmləri daha bazarla müqayisədə daha yaxşı göstəriciyə sahibdirlər və burada biz istinad nöqtəsi olaraq, müqayisə nöqtəsi olaraq Amerikanın ən böyük 500 şirkətini dedik. Bax, bu benchmarkdır. Bizim bir şirkət var və yaxud da bir sektor var. İndi burada IT sektorundan söhbət gedir və biz onun göstəricisine baxarkən onu nəyəsə müqayisə etməliyik. Həmin müqayisə olunan nədirsə ona benchmark deyilir. Bu nümunədə S&P 500-dür, amma başqa indekslər də ola bilər ki, biz gələcək dərslərdə bu haqqda danışarıq. Növbəti sahə sığorta sahəsidir. Maliyyənin əsas sahələrindən biridir. Sığorta şirkətləri ilə bəlkə də siz müəyyən qədər tanışsınız. Avtomobil sığortası var, ev sığortası var, sağlamlıq sığortası var, sığortanın müxtəlif növləri var. Və sığorta şirkətlərinin qazanc amilləri, yığılan premiumlar, yəni sığorta haqları, bundan başqa investisiya gəlirləridir. Amma eyni zamanda onlar vaxtaşırı qəzalar baş verdikcə kompensasiya ödəməlidirlər ki, bunlar da qazancı azaldır. Siz yəqin ki, yığılan premiumlar, yəni investisiya haqları ilə ödənilən kompensasiya anlayışı ilə tanışsınız. Yəni sığorta üçün pul yığılır, qəzalar baş verdikcə kompensasiya ödənilir. Amma bundan başqa bilmək lazımdır ki, sığorta şirkətləri adətən investisiya edirlər. Onlar müxtəlif riyazi modellər qururlar, hansılara əsasən, hansılar ki, premiumların müəyyən olunmasına və yaxud da kompensasiyaların gələcəkdə necə olacağını müəyyən etməyə də kömək edir. Yerdə qalan vəsait isə, hətta yığılan vəsait də daxil olmaqla investisiya olunur ki, banklar və sığorta şirkətləri bu investisiyadan da pul qazanırlar. Yəni sığorta şirkətləri də maliyyə bazarlarında investisiya fəaliyyətləri ilə məşğul olurlar. Biz maliyyə bazarlarında müxtəlif sahələrlə tanış olduq. İndi gəlin müxtəlif oyunçuları, müxtəlif şirkətləri bu maliyyə bazarlarına gətirən səbəblər haqqında danışaq. Bunlar 4 səbəblərdir. Birincisi, öhdəliyə bağlı oyunçular var. Yəni, onların səbəbləri məhz öhdəlikləridir. Məsələn, dövlətlər. Bu günümüzdə əsasən inkişaf etmiş ölkələr, eləcə də inkişafda olan ölkələr kifayət qədər borclanırlar. Onların büdcə gəlirləri, büdcə xərclərinin qarşılanmasında kifayət etmir
və bunun qarşılığında bu səbəbdən də dövlətlər borclanırlar. Onlar maliyyə bazarlarına gəlirlər və investorlara öz borclarını satırlar. Niyə öhdəliyə bağlıdırlar? Çünki dövlətlərin öz vətəndaşları qarşısında borcları var, sosial proqramlar, müdafiə xərcləri və s. kimi öhdəlikləri var və bu öhdəliklər mütləq şəkildə icra olunmalıdır. Ona görə də büdcə gəlirləri kifayət etmədikdə dövlətlər maliyyə bazarlarına gəlib borc vəsaitlərini yığırlar. Bu öhdəliyə bağlı oyunçulara bir nümunədir. Bundan başqa investisiya edən oyunçular var. Məsələn, suveren fondlar, yəqin ki, biz müxtəlif ölkələrin neft fondları ilə tanışıq. Norveçin, Ərəb ölkələrinin, Mərkəzi Asiya ölkələrinin suveren fondları var ki, bunlar neftdən gələn gəlirləri investisiya edirlər və gələcək nəsillər üçün bu vəsaitlərin artmağına çalışırlar. Üçüncü cür oyunçular riski idarə edən oyunçulardır ki, bunlardan da əsası bankdır. Banklar, biz banklar haqqında qısa danışdıq. Bu verdiyimiz nümunəyə qayıtsaq, sizin 10 milyon satışınız var və gedib həmin o riski daşımaq istəmədiyiniz üçün 10 milyon avronu yerli məzənəyə banklar vasitəsilə dəyişirsiniz. Eynilə də siz necə ki o avro riskini daşımaq istəmirsiniz, banklar da o riski özləri daşımaq istəmədikləri üçün onlar da gedib həmin treydin, həmin ticarətin əks tərəfini tapan şirkət, əks tərəfini götürən şirkət tapmalıdırlar. Məsələn, bizim verdiyimiz nümunədə siz 10 milyon avronu satırdınız, bank da gedib 10 milyon avronu alan bir şirkət tapmalıdır ki, özü həmin o riski daşımasın. Beləcə banklar maliyyə bazarlarında adətən riski idarə edən oyunçular hesab olunurlar. Bundan başqa spekulyasiya edən oyunçular da var. Yəni bu qumara yaxın bir anlayışdır. Spekulyasiya edən şirkətlər adətən riski götürürlər. Onlar riski idarə etmirlər, əksinə riski götürürlər. Ola bilsin ki, riyazi modellər qururlar, ola bilsin ki, şirkəti təhlil edirlər və yaxud da necəsə bir qənaətə gəlirlər ki, risk götürmək istəyirlər. Onlar nəyəsə inanırlar və həmin bir maliyyə instrumenti vasitəsilə həmin riski öz üzərlərinə götürürlər. Bunların da əsası hedge fondlardır. Amerikada və ümumiyyətlə inkişaf etmiş ölkələrdə kifayət qədər önəmli pay sahibi olurlar hedge fondlar. Biz maliyyə oyunçularından danışarkən bəzən buy and sell side anlayışları ilə qarşılaşırıq ki, bu anlayışları da bilməyinizdə fayda var. Banklar dediyimiz kimi riski idarə edən oyunçulardır. Ona görə onlara sell side deyilir, satan tərəf. Onlar servisi və yaxud da maliyyə instrumentini adətən satan tərəf olurlar. Təbii ki, ala da bilərlər, amma onlar riski idarə etdikləri üçün onlara satan tərəf deyilir maliyyə çevrələrində. Digər oyunçular isə buy side olur. Adətən bunlar fondlar olur ki, onlar müxtəlif maliyyə instrumentlərini alırlar. Məsələn, bir şirkət ola bilsin ki, bir investisiya fondu, deyəlim ki, Apple-ın 100 min səhmini satmaq istəyir. Banklar bu xidmətdə onlara kömək edirlər və həmin o səhmi almaq istəyən tərəf tapırlar. Bu zaman hər iki həmin o şirkət olur buy side, sell side isə yenə bank olaraq qalır, çünki bank öz üzərinə riski götürmür. Bundan başqa maliyyədə müxtəlif dediyim kimi maliyyə sahəsində fəaliyyət göstərən şirkətlər müxtəlif modellər qururlar və bu modellər vasitəsilə gələcəkdə qiymət necə olacaq bunu müəyyənləşdirməyə çalışırlar. Udan maliyyəçilər dediyimiz şəxslərin başında yəqin ki, Warren Buffett gəlir. Onun qurmuş olduğu Berkshire Hathaway şirkəti gördüyünüz kimi bazarla müqayisədə kifayət qədər uğurlu nəticə göstəribdir. 1965-ci ildə siz onun şirkətinin $100 səhmini alsaydınız, 60 ildən sonra bu səhmin qiyməti $5.5 milyon olacaqdı. Halbuki həmin $100 bazardakı digər 500 şirkətə investisiya olunsaydı, gəliriniz $40.000 da az olacaqdı. Gördüyünüz kimi bu iki benchmarkla müqayisədə Berkshire Hathaway-in göstəricisi kifayət qədər uğurludur. Warren Buffett buna müxtəlif maliyyə şirkətlərini analiz edərək nail olub. O bazarı analiz edirdi, maliyyə şirkətlərini analiz edirdi. Müəyyən qədər riyazi hesablamalar tələb olunsa da, o adətən şirkətləri və bazarı analiz edərək bu uğurlu göstəricini əldə etmişdir.
Bundan başqa maliyyə sahəsində riyaziyyatçılar da öz sözlərini deyirlər. Bunların da başında Simons gəlir, onun medalyon fondu. Yenə burada medalyon fondu ilə bazarın müqayisəsini görürsüz. Qara olanlar medalyon fondun illik gəliridir. Bazarın illik gəlirləri isə bu göy qutularla verilib və gördüyünüz kimi əksər illərdə demək olar ki 98% ildə medalyon fond bazardan daha yüksək nəticə qazanmışdır. Buna Simons necə nail olurdu? O bir riyaziyyatçı idi, riyaziyyat təhsili var idi və müxtəlif riyazi modellər quraraq öz uğurlu fondunu qurmuşdu. Yəni onun maliyyə təhsili demək olar ki yox idi, çox az idi. Onun uğurunun arxasında isə riyazi modellər dururdu. Belə bu dərslik maliyyə şirkətlərindən, banklardan danışdıq, maliyyə oyunçularından danışdıq. Növbəti dərsdə görüşərik.